Eynidir. 1 kilo 30 qramdır. Yaxşıdır da nə istəyir? Heç nə. Sözü bu yeni tazadır. O şeyindi. Sadəcə sonra yumuşaqlar. Yumuşaqlıq Bu bəsləyəcək. yanvarın ikisində o yox. Mən də belə yumuşağını götürdüm. Salam, sabahınız xeyir olsun. Düzü siz buna günorta baxacaqsınız ya da axşam. İndi hər halı ilə hamıya salamlar olsun. Necəsiz? Bu günləri mini bir bazarlıq elədik. Hardasa 95 manat 30 qəpik civarında tutdu. Bilirsiniz ki, mən bir marketdən kifayətlənmirəm və bir çox marketlərdən alıram və hər marketində özünə görə məhsulunu alıram. Təbii ki, bunu öncədən, yəni daima aldığımız üçün yəni belə edirəm. Deməli, bugün də bir neçə marketlərə girdim və mini bazarlığı elədim. Çünki evdə bir çox şeylər var idi. Çatışmayan yüngül bir şeylər, yəni əlimizdə qutaran məhsullardan aldıq. Kalbasa seska bizdə çox yeyiləndi, ən çox da səhərlər və buna görə də kalbasa seska götürdüm. Sonra da Daşaya getdik və fikirləşirdim, yumurtam var, o var, bu var, bu var və xırda xuruş Arazdan, bura Araz marketdir və Arazdan ancaq kalbasa seska çox, yəni daima oradan alıram deyə, Bravoya getməsəm, buradan alıram və sonra keçirəm Ballıya. Ballıdan sonra meyvə tərəvəz, kənd məhsulları belə gəzirik. Olsun da. Var qaymağı. Bunu varsa orada da olacaq. Gəlib də yəqin şey. Çəkdik əlimizi. 258. Yaxşıdır, 250 budur. Hansı yaxşıdır? 380 bu lazımdır. O da sənə. Bu yaxşıdır. Götür ha. O gözü xoş gəlibsə götür. Yox. Ha. 250 də yaxşıdır. Yaxşıdır. Götür götür. Qoy. Sonra əlimizi çəkəcəyik, sonra axtaracağıq. Orada bir oyuncan da yıxın çay açırız. Sənə şöyle. Ha, konserti, solo konserti. Bu az da nasıl? Ha, az yaxşıdır. Hansı? Bilmirəm ki, yadımda qalmıyor. 2 həftədə alışveriş eləməyib, konfet atdı əlimdən. Sizin yiyeceğiniz konfetler. Tamam. Kapatıp böyle. Yeniden böyle bir şey yok. Buna bakın. Köhnə iriska. Bu günləri bazarlıq elədik və bir dənə lamıçqa uşaqlarının otağına aldıq. Sonra göyərti. Mən bunu çəkməyə başlayan qədər qaynanam göyərtini hazırladı. Sağ olsun. Getdi. Sonra zənzək sumkalardan gətir və vazkeçilməz xurmamız. Belə bir peçeni aldı. Bunu yoldaşımın işinə almışıq çayla içməyə. Sonra kalbasamız. Yenə kalbasamız. Sonra nəhayət səsikamız. Çerkizkaya. Səhv etmirəmsə, hə. Yox, qubernayadır bu. Səsikamız. Belə bir konfet. Bundan əvvəl alırdıq. Çox dadlı konfetdir. Sonra belə vazkeçilməz, yoldaşımın vazkeçilməz konfeti. Bunlar təzə gəlib, lifli şokolad deyirlər. Bunda dadına baxıb sizə deyəcəm, çox qəşəng deyirlər. Sonra şəkər konfeti. Sonra bu çox qəşəngdir. Bunu həmişə tərifləyirəm, bu sözsüz. Bunun içi ağ olanları ağ şokoladdır. Üstü belə, yəni bu üstü belə qara olanları qara şokoladdır. Bu ağdır deyəsən. Sonra biraz tum aldık. Bu qovrulmuş tumdur. Sonra çərəz aldıq biraz. Hərəsindən biraz. 3 dənə bu peçeniden almışıq. 3 ədəd. Yəni sonra deyəcək bir göstərib 3 göstərirsə. Makaron istədiyimiz tapmadı. Biz o hələlik belə götürdük. Biz makaronları Bravo'dan alırıq. Sonra lavaş və qara lavaş aldıq. Bir də bu
doymaq unu ballıda endirimdəydi. 3 neçədən gəlib düşmüş 2 neçəyə. 2 kiloluq götürdük. Çünki un lazım olur evdə. Evdə. Sonra bir dənə günəşli çörəyi. Bunu belə bir peçeni aldı, fərqli bir peçeni. Sonra qalanski, çox dadlı qalanskidir. Tulçin hə. Çox qəşəng qalanski pendirdir. Bunu səhərlər yemək və yaxud da çörəyin üstünə eləcə qoy mikrovalnovkaya, bundan bir dilim super əriyir də. Mən hələ o evdə məsələn pizza qalanskisi olmayanda bundan vururam, qəşəng də əriyir. Yəni məsləhətdir. Sonra belə bir şokolad yağı aldıq. Bu nədir? Şor. Elvi şoru yeyirik biz və nəhayət qaymağımızı tapdıq. Çox şükür. Yurdumun qaymağı. Onu yox, onu qoyuram. Sonra belə al saxla qızım. Otağa. Bizim otağa qoy. Sonra pesoğu aldıq və unu göstərmişəm. Bir də bir müddətdir bundan yox idi ballıda. Nəsə gözümüzə dəymirdi. İndi gətirmişlər, aldıq bu. Nədir bu? Şirin süddür. Qatlaşdırılmış şirin süd, qəşəng dadlıdır həqiqətən də. Kofe, təbii kofe əgər dəmləyib içirsinizsə, yəni bu südlə eləsəz çox dadlı olur. Elimizde aldığımız şeyler gösterir. Böyle indi buna oxşar bir konfet var. Manat 12 qəpidir. 2 manatı da bir konfet var. Bunun qiyməti 2 manat 7 qəpidir. 7 qəpiyin yanları. Bunu təzə almışıq. Yəni dadını bilmirik. Bax quş tiplidir. Baxıb sizə də bildirəcəyik dadını. Sonra ən dadlı, ən xoş dadlı konfet gəldi. Bunun isə qiyməti 5 manat 53 qəpik. İndi bu kilosu yandı da. Kilo, yəni bizim çəkdiyimiz bu qədər gəlir. Sonra konfetlər 1 manat 68 qəpikdir. Sonra məsələ gəlirdi. 180'dir. Bu peçenlər çox dadlıdır. Məsləhət. Növbəti bazarlıq vloqumuz böyük bazarlıq olacaq və bu videonu qaçırmamaqdan ötürü izləməkdə qalın. Hələ də abunə deyilsə abunə olub like atıb yorum yazmağı da unutmayın. Belə bir şey var. Bu da çərəzlərdəndir, belə deyək. Çox belə qeyri-adi dadı var, tamı var. 3 manat 46 qəpik bu tutdu. Bayaq götürdüyümdən eyni deyil ha. Bu başqa firmadır. Yoxsa ki neyse de oxşardılar. 4 manat 6 qəpik. Məsələn, bu var, sən pozuram. Çeyni almışıq 1 manat 17 qəpik. Öz yerini tutdu. Xoş gəlir. Səskaları belə qayçılayıb, səlgəli şəkildə yığsın. Joji, səskalarla bir dənə poza ver. Diyan. Ay, buna nə oldu? Hə. Hələ sumkalarımız var. Açacağıq onları da. Joji açacaq. Mama işte çəkəcək. Belə bir maçaltalar aldı. Kufka deyirlər, maçalta deyirlər. 90 qəpiyə aldım. Çox ucuz aldım. Sonra belə bir salfetka. Deməli bunun içində 2, 4, 6, 8'dən 4 manat neçəyə aldım. Sonra bunları 1.60 neçəyə aldım. 2 dənə aldım. Bizim yanımızdan vermək açıqları oradan almışam. Deməli biber aldı 3-4 dənə. Yeməyə az vururam. Ondan aldı. Bu qalsın burada. Bir də burada soğan almışıq. Soğan 37 qəpik idi. 50 qəpiyə bazardaydı, amma 37 qəpik ballıdaydı. Bunu da dindilərsiniz. Deməli kivi aldıq. Sonra armud. Sonra apelsin. Bunlar astra apelsinlərdir, amma çox dadlı apelsindir. Yerli məhsullar, yəni meyvə olaraq çox qəşəngdirlər. Sonra mandalina aldıq. Bir də burada turş alma ilə, yaşıl alma ilə limon var. Gücənə gücvala ilə kartofu yuxarı qaldıran qızın bir ədəd yağ ilə. Belə bir almalar, çox qəşəng almadır. Aşk yaşayırlar. Buna bak. Burada iş görür. Hə, bunlar aşk yaşayırlar, biz amma iş görürük. Biz Bunlar bunu tamam eləməyə ərindim çünki əlimi görürsən də. Hə, görürəm. Bir arada gəl burada kömək elə də.
2 balon qatıq aldıq, doğra bişirici. Bir də bunun diyəcəksiniz nədir? Quşlar üçün yemdir. Yəni bizim papuqayımızı bilirsiniz var. İçinə. Ha, okey. Sonra burada da şey var. 72%'lik sabun var. 4 dənə də 72%'lik sabun almışıq.